Əbu Hureyra radiyallahu anh gəlindisində Peyğəmbər sallallahu əleyhi və səlləm buyurmuşdur. Allah Azza və Cəllə buyurur ki, Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc isə mənim üçündür. Elə buna görə də mən oruç tutan adama ayrıca mükafat verəcəyəm. Oruc bir qalxandır. Sizdən biriniz oruç tutduğu zaman günah işlər görməsin, dava-dalaş salmasın. Əgər kimsə onu təhqir edərsə və ya onunla dalaşmaq istəsə, qoy desin ki, mən oruç tutmuşam. Muhammedin canı əlində olan Allaha and olsun ki, oruç tutan adamın ağzından gələn qoxu Allah Azza və Cəllənin yanında müşk qoxusundan daha gözəldir. Oruç tutan adamın iki sevinc anı vardır. Orucunu açdığı iftar vaxtını sevinir, bir də Rəbbinə qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bizə göstərir ki, yəni Allah Azza və Cəllə orucun mükafatı özünə aid edib. Yəni insan 10 mislinə, 700 mislinə qədər salih əməllər, amma orucun mükafatı sırf Allah Azza və Cəllə özünə aid edib, o mükafatını özü verəcəkdir. Və həmçinin oruc bir qalxandır. Yəni oruc insanı qoruyur, günahlardan, pisliklərdən qoruyur və həmçinin cəhənnəm ateşindən qoruyur insanı. Və həmçinin burada faydalardan oruç tutan adam günah işlər görməsin, dava-dalaş salmasın. Yəni həmçinin dilini qeybətdən, yalandan və sair günahlardan özünü qorumalıdır. Və həmçinin kimsə ona dalaşmaq istəsə, mübahisə etmək istəsə, desin ki, mən oruç tutmuşam. Yəni orucu tutan adamın ağzından gələn qoxu Allah Azza və Cəllənin yanında müşk qoxusundan daha gözəldir. Və həmçinin digər faydalardan oruç tutan adamın iki sevinc anı vardır. Yəni orucluğu açdığı zaman iftarı sevinir və həmçinin sevinir ki, əlhamdülillah ki, Allah onu müvəffəq etdi oruç tutmağa və Allahca oruç tutub. Həm digər sevindiyi an isə orucun mükafatını alan zamandır. Və həmçinin cənnətdə bir qapı var, həmin qapında Rəyyan qapısıdır. Hansı ki, bu qapı sırf oruç tutanlara xasdır, aiddir. Yəni orada ancaq oruç tutanlar keçər və sonra o qapı bağlanır və bir daha açılmaz. Allah Subhanahu istəyirəm ki, bizi eşidib yaxşısına tabe olanlardan etsin.